Səhih hədislərin birində rəvayət olunur ki, bir gün günün erkən saatlarında Peyğəmbərimiz Əleyhissalatu vesselam sahabələrindən kim bu gün oruç tutmuş deyə soruşur. Həzrət Əbubəkir radiyallahu anh cavab verir: mən. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yenə soruşur: kim bu gün cənazəni müşahidə edib? Yəni müsəlman qardaşının dəfnində iştirak edib. Yenə Həzrət Əbubəkir radiyallahu anh deyir ki, mən. Kim bu gün yoxsula yemək verib deyə yenə Rasulullah sallallahu əleyhi və səlləm soruşur. Həzrət Əbubəkir mən deyə cavab verir. Peyğəmbərimiz Əleyhissalatu vesselam bir daha soruşur: bu gün kim xəstəyə baş çəkib? Bu dəfə də Həzrət Əbubəkir mən deyə cavab verəndə Allah Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, kimdə bu 4 şey cəmləşərsə cənnətə girər. Təbii ki, iman etmiş hər hansı bir insan bu 4 şeyi niyyətini yerinləyərək ixlaslı şəkildə edərsə ibadət etmiş sayılar. Lakin hədisdə diqqətimizi çəkən daha bir şey var. Bu 4 ibadət növündən sadəcə biri birbaşa Allahla insan arasında olan ibadət növündəndir. O da oruc ibadəti. Fikir verirsinizsə, digər 3 əməl müsəlmanın cəmiyyətdəki ünsiyyətindən, bəşəri münasibətlərdən doğan ibadət növlərindəndir. Cənazə müşayiəti, yoxsula yemək yedirmək və xəstəyə baş çəkmək. Sanki bu hədisdə ibadət növlərinin tarazlığı qeyd edilir. Mömin bəndə 24 saatın bir hissəsini namaz, oruc, zikir, dua kimi Allahla birbaşa ibadət sayılan əməllərə ayırmalı, azuqə toplamalıdır. Geriyə qalan gününün böyük bir hissəsini isə insanlara əl tutmaq, xəstələrə baş çəkmək, kiminsə cənazəsinin dəfnində iştirak etmək, yol göstərmək, məzlumu qorumaq, valideynlərini itirmiş uşaqlara sahib çıxmaq kimi sosial işlərə yönəlməlidir. Allah-u Teala Müzzəmmil surəsinin 1-ci və 2-ci ayəsində ey libasına bürünmüş peyğəmbər, gecənin az bir hissəsi istisna olmaqla gecələri namaza dur deyə əmr edir. Sonra bu azuqənin nə üçün əhəmiyyətli olduğunu, nəyə yarayacağını 7-ci ayədə izah edir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər var deyə buyurur Allah-u Teala. Dolayısıyla mömin insan Allahla ünsiyyətindən güc alıb, bu güclə, bu enerji ilə cəmiyyətdə hərəkət edib xeyirli işlərdə pay əldə etməlidir. Velhamdülillahi Rabbil alemin.